Astarada 2025-ci ildə suvarmada mənbələrdən 19.466 kubmetr su götürülüb və 16.073 kubmetr su verilib. 2026-cı il üçün 4.519 hektar suvarılaraq, əkin sahələrindən 219 hektar artırılaraq 4.738 hektara çatdırılacaq. Bunların 300 hektarı çəltik, 332 hektarı çay, 912 hektarı örüş sahələri, 830 hektarı bostan tərəvəz, 1356 hektarı köhnə yonca və 1107 hektarı sitrus bağlarıdır. Astara Su Meliorasiya Sistemləri İdarəsinin balansında 4738 hektar əkilən suvarılan torpaq sahəsi mövcuddur. Yəni ötən illərdə 4519 hektardır. Bu illəri yeni çəkilən şəbəkənin hesabına 219 hektar əkin sahəsi ilkin olaraq, ilkin variantda artmışdır və növbəti illərdə həmin əkin sahələrinin daha da artırılması gözlənilir. Astara Su Meliorasiya Sistemləri İdarəsi cari ildə gördüyü bütün işlər ili demək olar ki, işlərə görə demək olar ki, 2025-ci ili müvəffəqiyyətlə başa vurmuşdur. Belə ki, rayon ərazisində sel ötürücü, su ötürücü kanallarda, çay məcralarında, kollektiv nəql şəbəkələrində 78 min vagonometrdən çox kanal təmizlənib əhalinin istifadəsinə verilmişdir. Belə ki, kanallar texnikanın girə bilmədiyi yerlərdə 1200 vagonometr, beton üzlülü kanallarda 500 vagonometrdən çox kanalın məcrası əllə təmizlənərək vətəndaşların istifadəsinə verilmişdir. Rayon ərazisində 300 hektardan çox ərazidə çəltik bağı salınmış, bir çox digər bostan sahələri və sitrus bağları əkilmişdir ki, bunun da suvarılması müvəffəqiyyətlə həyata keçirilmişdir. Rayon üzrə ümumi abonentlərin sayı 4510-dur. Onların fasiləsiz içməli su ilə təminatında bir çox işlər görülmüşdü. İstismara yararsız 100 sayğac yenisi ilə əvəz olunmuş, 11 ay ərzində 61 qəza qeydə alınmışdır ki, bunlardan 6-sı magistral su kəmərinə, 55-i isə şəhər şəbəkələrində baş vermişdi. İçməli su təsərrüfatında qeyd etmək istəyirəm ki, il ərzində 100-dən çox sayğac dəyişdirilmiş, yenisi ilə əvəz olunmuşdur. 30-dan çox sayğac isə zədələndiyindən onlar da yenisi ilə əvəz olunmuşdur. Magistral boru xəttində 6 qəza hadisəsi baş verilmişdir. 710 diametrli xəttdə hər bir görülən işlər müvəffəqiyyətlə həyata keçilərək əhali içməli su ilə fasiləsiz təmin olunmuşdur. Qeyd etmək istəyirəm ki, rayon ərazisində 29,1 kilometr magistral boru xətti, 138 kilometr şəbəkə daxili müxtəlif kilometrli boru xəttləri və 62 bulaq mövcuddur ki, bunlar da vətəndaşları içməli su ilə təmin edir. Qeyd edək ki, rayon ərazisində 29,1 kilometr magistral, 138 kilometr şəhər daxili, müxtəlif diametrli boru xəttləri və 62 bulaq mövcuddur. Bunlar vasitəsilə vətəndaşlar içməli su ilə təmin edilir.